Axşamınız xeyir dostlar. Mən Nicat sizə bu günlərin dünən axşamdan seçdiyim bu günə olan bəzi oyunlar var ki, bu oyunların analiz yəni öz yöntəmlərindən analiz etmişəm və bu oyunlar haqqında təxminlərimi demək istəyirəm. Qrupda bizim VIP qrupumuz var. Bu analiz yöntəmlərini həmin VIP qrupda öyrədirəm, izah edirəm. Bu gün isə sadəcə yəni bu videoda həmin bəzi oyunların, bu oyunların təxminlərini demək istəyirəm. Yəni bir növ siz də həm istifadə edə bilərsiniz, həm test eləyə bilərsiniz ki, yəni qrupun faydalılığını ki, yəni bu qrup nə işə yarayır, yəni biz bəzilər üçün mənim bu yazdıqlarım boş boğazlıq kimi də görünə bilər. Yəqin ki, bu videodan sonra biraz belə deyim, bir növ inam da artar qrupa. Yəni bu oyunlar sırf əmsallarla analiz olunmuş oyunlardır. Bəzi oyunlarımız başlayıb, başlanılan oyunlar haqqında heç bir şey yəni deməyəcəm, çünki bir faydası da yoxdur, çünki oyunlar başlayıbdır. Lakin başlamamış oyunlar var ki, mən bu oyunlar haqqında deyim təxminlərimi, siz də özünüz üçün qeydiyyat aparın. Yəni əmsallar dəyişməzsə, yəqin ki, ümid edirəm ki, dəyişməz, belə indiki kimi olar. Dəyişməzsə, yəni bu mənim istədiyim kimi gedərsə yaxşı olacaq. Yəni bu təxminlər hardasa 90%, 95% gəlməlidir. İlk oyunumuz Arsenal oyunudur Leicesterlə. Belə bir söz deyim. Əmsallar düzdür, yəni bir əmsal analizi işə yarayan bir şeydir. Lakin əmsal analizindən əlavə həm də komandalarını da analiz etməkdə bir fayda var. Arsenal Leicester oyunu üçün mənim təxminim üst təxminidir. Yəni əgər o dəyişməzsə, yəni dediyim kimi əmsallar yəni hal-hazırki vəziyyətdə üst təxminidir. İkinci təxmin isə qol-qoldur. Qol-qol təxmini, yəni əmsalla heç bir aidiyyatı yoxdur. Sadəcə düşündüyüm budur. Son oyunların heç-heçə oynayıblar. Bundan başqa deməli 2002-ci ildən yəni bu yana, yəni son oyunlarına qədər, yəni olan bütün oyunları gördüyünüz kimi qol-qol gəlibdir. 2 oyun xarici isə qalan oyunları hamısı üst gəlibdir. Yəni həm komandanın analizi, həm də əmsal analizi bizə bu oyunu üst yazmağı tövsiyə eləyir. İkinci oyunumuz Leganes oyunudur. Leganes oyunu, yəni ev sahibinin qalib gələcəyini düşünürəm. Yəni dediyim əmsal analizindən əlavə komandaların özünü də analiz edirəm. Bu da yəni Leganesə uduzmayacağını yəni göstərir, hətta qalib gələcəyini göstərir. Nəyə görə? Çünki Leganesin düşmə potasına düşmə təhlükəsi var. Ona görə yəni bugün ancaq qələbə üçün çıxacaqlar meydana və çox güman ki də qələbə qazanacaqlar. Bu ikinci oyunumuzdur. Üçüncü oyunumuz Deportivo La Coruña və Real Madrid oyunudur. Yəni bu oyunda düşünürəm, yəni sırf əmsal analizidir. Yəni bu oyunda fikrim üstü bu oyundan yana. Qrupda bu əmsalın yəni izahatını vermişəm. Yəni üstü necə tapırlar izah etmişəm. Sırf bu Real Madrid üçün yəni göz yumub üst yazası oyundur. Üçüncü oyunumuz deməli bu oyun başlayıbdır. Bu oyun haqqında bir söz deməyəcəm. Admira Salzburg oyunu bu oyun üçün də yəni təxminim üstdür. Yəni əmsal analizi üst deyir bu oyuna. Komandaların aralarında keçirilən oyun belə də yəni yüksək məhsuldarlıqla olmayıb. Yəni 2016-2017-ci il mövsümündə, yəni bu illər ərzində cəmi 2 oyun üst gəlibdir. Lakin bugünkü oyunun üst gələcəyini düşünürəm. Yəni əmsallar belə deyir. Növbəti oyunumuz Erpengenk oyunudur. Erpengenk oyunu. Bu oyuna təxminim 2-dir. Yəni Genkdən yanadır. Lakin bu oyunu heç yazmamaq daha məsləhətdir. Mən sadəcə özüm üçün qeyd eləmişəm.
ancaq 2-dən çox bu oyuna üst yazmaq məsləhətdir. Yəni üst gəlmə ehtimalı bu oyunun daha çoxdur. Üst 2, yəni bu 2 təxmin var bu oyun haqqında. Üçüncü növbəti oyunumuz PSG Monaco oyunudur ki, bu oyun haqqında da təxminim üstdür. Yəni istəyən kuponları sala bilər bu oyunda. Bir dəqiqə. Üstü bu oyun haqqında da təxminim. Bayern Dortmund oyunu. Bu oyunda 1 və üst düşünürəm. Yəni hal-hazırki yəni vəziyyətdə, yəni bu əmsallarla təxminim 1 və üstdür. Növbəti oyunumuz deməli Riga Spartaks oyunudur. Bu oyunu bir fikirləşirəm. Yəni oyuna ev sahibinin qələbə qazanacağını düşünürəm bu oyunda. Növbəti oyunumuz deməli Atlantas Kaunas Žalgiris oyunudur. Bu oyuna da mənim seçimim üstdür. Biraz təhlükəli oyundur, lakin üst düşünürəm, üst gələr oyun hər halda. Yəni bu oyunu yaza da bilərsiniz, yazmaya da bilərsiniz. Mən sadəcə özüm üçün dürəndən bunu bir qırağa atmışam yoxlamaq üçün. Növbəti oyun Rubin Terek oyunudur. Bu oyuna mənim təxminim oyun mənim fikrimcə yəni alt gələcək, yəni alt gəlmə ehtimalı çoxdur və Rubin qalib gələr. Yəqin ki 1-0, 2-0 hesabı ilə hər halda. Yəni birinci seçimimiz ancaq bu oyuna altdır. Yəni alt düşünürəm. Rusiya deməli Slovakiya liqasında Fortuna liqada deməli 2 oyun dünəndən yəni özüm üçün qeyd eləmişəm. Bu oyunların deməli Rosenborg, Michalovce bu komandalar arasında olan oyundur. Bu oyuna təxminim üstdür. Yəni üst gəlmək ehtimalı bu oyunda daha çoxdur. Növbəti oyun isə elə həmin liqada Podbrezova, Moravce bu komandalar arasında olan oyundur. Bu oyuna isə bu oyunu yazmamaq daha məsləhətdir, çünki əmsallar burada dəyişibdir. Yəni mən yazmamağı məsləhət görürəm. Özüm də silim buradan da, yəni bunun ehtiyac yoxdur. Belə, yəqin ki qeydiyyatınızı apardınız. Arsenal Leicester oyunu birinci seçimimiz üst, digər gol. Leganes oyunu yəni ev sahibinin qalib gələcəyini düşünürük. Real Madrid oyunu %100 üst gələcək. Yəni bunu bizdə bu əmsalda bugün yəni dəyişməsə 2 oyunumuz var. Madrid və Bavariya Dortmund arasında olan oyun ki bu 2 oyun %100 üst gələcək. Yəni bu qaçan variantı yoxdur. Yəni əmsallar təbii ki dəyişməsə, yəni oyun başlayana qədər girib yoxlayın əmsal, yəni qrup üçün deyirəm, çünki onlar bilirlər hansı əmsallardır bunlar. Yəni dəyişməsə bu oyun %100 üst gələcək. Daha sonra Admiral Salzburg oyunu bu oyunda üst dedik. Eupencenk oyunu üst və 2 dedik. PSG Monaco oyunu üst dedik. Bavariya Dortmund üst. Riga oyunu Spartaks oyunu 1 dedik. Atlanta Žalgiris oyunu yəni üst dedik, lakin biraz təhlükəlidir. Rubin alt 1 və Slovakiya liqasında olan bu oyun da üst. Bu qədər. Uğur olsun.